Milli Show, mənə müğənnilər yazır ki, yerdən qalxan müğənnilər. Biz necə edək ki, doğrudan da gözəl səsləri, sənətləri var, amma deyir, efirlər bizdən pul istəyir, deyirlər ki, özəl kanaldır, pullu verilişlərdir. Bizim də deyir, o boyda pulumuz yox, nə edək? Deyirəm, baxın da görün necə müğənni olublar. Məsələn, hamıya demirəm ha bunu, sənəti olmayıb bu gün cəmaatın bəzi hissəsini, ən çox da Rusiyada yaşayan Azərbaycanlıları 6.000-7.000 dollar qanararla toyunda gəlib oxumaqla alladan müğənninin necə, müğənni kimlər ki o cür müğənni olur, necəliyini deyirəm. Düstur belədir. Yeni başlayan müğənni xanımlar. Pullu zona haradır? Məsələn, Şəmkir, Əliaxsız Şiştəpə. Oradan bir kişi tapırsınız. İçirdirsən, şantajdan zaddan eləyirsən, deyirsən ki, uşağım var. Öz başınasan, mən atalıq verməyəsən. Səni rüsva eləyərəm. Adam da neynəsin? Arada bir ağlayıb eləyirsən, deyirsən, sevirəm səni. Sonra çıxıb deyirsən, mənim ərim, mənim ərim. Sonra bu reklam azalır. Azalandan sonra deyirsən ki, nə maşın almışam. Range Rover, Volkswagen, Rolls Royce. İstəyirsən Rolls Royce deyil. Da Galik dəbdən düşdü. Bir dənə də Rolls Royce deyirsən, nə bilim, Lamborghini'dən zaddan deyirsən ki, bunu kimdir gəlib onu sənədi yoxlayan, eləyən? Aparıcıya da bir iPhone telefon verirsən, bağışlı, nə çıxır ondan? Hələ indi biz bildiyimiz iPhone-dur da, göründü. Deyirsən ki, şərait yarat, gəlim efirdən cəmaata deyim. Çünki efirdən inanırlar. Bizim insanlar çox safdır. Efirdən nə deyilirsə inanırlar. Sonra deyir ki, həmin müğənniyə öyrədirəm ki, müğənni olmaq istəyən qızlara. Deyirsiniz ki, məsələn, nə bilim, Sibel Canla, Plan Kəslə, Rihanna, vəbşə biraz uzağı deyil, iş qulaqlarına çatmasın. Bu deyir, biri bu yaxından dedi, Yıldız Tilbənin qulağına çatdırdıq. De ki, Rihanna ilə Madonna mənim üstündə qırğın eləyir, o deyir, mən oxuyacam, bu deyir, mən oxuyacam ondan. Всё, duyet oxuyuruq. Bir dənə də belə yalan piliyirsən gedir, onsuz da yiyirlər də, yalanını yiyirlər. Ürəyində də gülür deyir, nə alladıram bunları, muğam oxuya bilmirəm, bir aşk mahnısı oxuya bilmirəm. Burnumun qılandalı səsi ilə 3 dənə fonogramla gedirəm, ona buna söz ata da, onu bunu mahnılarını oxuyub özlərində məhkəmə verə-verə, ay müğənnilər. Onun bunda mahnısını oxuyursunuz, sataşırsınız, buyruğunu tapdalayıb özünüzə söz dedirdirsiniz. İndi sonra da biraz deyilə reklam olursunuz, verirsiniz o müğənni də ora-bura məhkəməyə, zada biraz deyilə reklam gedir mətbuatda. Всё. Güya ki, insanlar mahnı mı bilir çoxsu? Çoxsu bilirmi ki, oxumaq nədir? Mən o vaxt Moskvaya təzə gələndə burada bir ailəvi dostum var idi. Xanım hərdən maşınla minirdik, nə bilim, marketə zada gedirdik. Mən insanları musiqi zövqü ilə tanıyıram, şəxsiyyətini. Musiqiyə səs verdi, dedim görüm kimə qulaq asır. Elə bu tipdə müğənnilərə qulaq asır. Ürəyimdə dedim, bəllidir bunun mənəviyyatı. Bəli, mərdi qovub namərd deyirlər dostlar. Mən də bu yolda mahnıları oxuyuram, məcbur. Mənə elə gözəl mahnılar göndərir bəstəkarlar. Mən utandığımdan onlara deyirəm, mənə cındır mahnılar göndərin, mənə belə səviyyəli mahnı göndərməyin. Çünki vəziyyət budur, insanları çaşdırıblar. 20 il əvvəl belə deyildi. Ona görə də çörəyimiz hardan gəlir, biz də məcbur 5 belə mahnı oxuyanda arada indi 1-2 dənə yaxşı mahnı da oxuyuruq ki, mənəviyyat yol vermir, axı deyirsən, yaxşı mahnı da oxuyub. Samballı bəstəkarlar, samballı mahnılar qalıb orada, samballı müğənnilər qalıb orada. Mən üzümü tuturam samballı müğənnilərə, acından ölməkdənsə keçin, cındır mahnılar oxuyun, evinizə çörək qazanın. Ağlınız olsun, düşüncəniz olsun. İndi başqa o əyri yollara gedəmirsiniz, sizi başa düşürəm, qeyrətiniz yol vermir. Mahnı da cəhənnəm olsun, oxuyun getsin. Yıldız, bilirəm canım, bilirəm. Yıldız Tilbə bəli, cinayət çaşdırıb. Bilirəm, saytlar görüb. Orada məhkəməyi çaşdırıb, indi onun cinayət və yaxud mülki olub olduğunu, fərqi yoxdur hər halda. Onu siz yazmışsınız, cinayət işi. Məndə də olan məlumat elədim. Özdə bilirsiniz də, onlar belə məsələlərdə çox ciddidirlər.